Salam dostlar, hər vaxtınız xeyir olsun. Dostlar, paniklər haqqında da bir məlumat paylaşmaq istəyirəm. Az öncəki videomda bağlar haqqında məlumat paylaşdım. İndi də paniklər haqqında məlumat paylaşmaq istəyirəm sizə. İçində əkin olmayan paniklər qış aylarında nə eləməlidir? Deməli, qış aylarında içində əkin olmayan paniklərə aiddir bu. Paniklərin üstü bağlı olduğu üçün panikin torpağı yuyula bilmir və orada pH-dan duzluluğun nisbəti artır. pH, misal üçün, əsas pomidor, xiyar bitkisi əkinçilər üçün deyirəm, 6-7 arası pH-da pomidor, xiyar yaxşı yetişir, bol məhsul verir. Amma 7-dən yuxarı pH olanda bitki yəni inkişaf eləyə bilmir, qidaları oradan qəbul eləyə bilmir. Deməli, bunun üçün nə etmək lazımdır? Qış ayları panikin üstü bağlı olduğu üçün yağış suyu görmür və pH nizamlanmır. Bildiyimiz kimi qış aylarında